Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Uşaqlar, sizinlə bu gün 3 testin izahına baxacağıq. Elə isə gəlin çox vaxt itirmədən testimizin izahına keçid alaq. Uşaqlar, ilk öncə sualımız belədir. Birinci sualımızda bizdən soruşur. Məsləhətləşiblər sözündə sözünün zamanını bizdən soruşur. Zamanı nədir? Və cavablarımız belədir. A. İndiki, B. Gələcək və keçmiş. Gəlin baxaq görə ümumiyyətlə hansı zamana aiddir və hansı zamanın hansı kateqoriyasına aiddir uşaqlar. Gəlin baxaq. İlk öncə biz bunu təhlil edək. Məsləhət. Sözün kökü olacaq. Yəni məsləhət. Burada laş, ləş leksik şəkilçidir. İb, bir qrammatik, larlər bir qrammatik. Yəni burada bir leksik, iki qrammatik şəkilçisi var uşaqlar. Başa düşdünüz? Belə. Burada olan ib mış, miş, muş, müşün sinonim şəkilçisidir. Yəni əvəz edicisidir. Biz də bilirik ki, mış, miş, muş, müş nə şəkilçisidir? Keçmiş. Özdə hansı keçmiş? Nəqli keçmiş zaman şəkilçisidir. Bəli, nəqli keçmiş zaman şəkilçisidir. Deməli, onda ib, üb nə olacaq? Keçmiş zamandır. Özdə hansı formasına aiddir? Nəqli keçmiş zaman formasına aiddir. Belə. Növbəti sualımız belədir. Bizdən soruşur ki, yer zərfi işlənmiş cümləni seçin. Yəni, yer zərfi işlənib. A. Bağda, B. Çayda, C. Tezdən, D. İrəlidə, Y. Dünən. Gəlin baxaq görək burada yer zərfi işlənibmi? Uşaqlar, yer zərfi ilə yerlik halda olan ismi qarışdırmayın. Nəyə görə? Yerlik halda olan isim sözün kökü isim olur və plus dadə artırılır. Yəni, isim plus dadə. Məsələn, şəhərdə. Şəhər nədir? Sözün kökü, yəni isimdir. Dadə yerli haşə. Nəysə, gəlin baxaq görək hansı doğrudur. Deməli, bağda. Bağ sözü nədir? Bağda sözünün kökü bağdır. Bağ nədir? İsimdir. Dadə də nədir? Yerli ha şəkilçisi. Deməli, bu yanlışdır. Nəyə görə? Sözün kökü isim, dadə də yerli ha şəkilçisi olmaz. Baxaq, çayda. Çay da bağda sözü kimidir. Yəni, sözün kökü nədir? Çay. Çay nədir? İsimdir. Dadə də yerli ha şəkilçisi. Bu da deyil. Tezdən. Bəli, tezdən isim deyil. Sözün kökü də tezdir. Dandən də leksik şəkilçidir. Amma tezdən zərf olsa da yer zərfi deyil. O tezdən gəlmişdi. Nə vaxt, nə zaman gəlmişdi? Tezdən gəlmişdi. Bu olur nə? Zaman zərfi. Z qoydum bura. D variantı irəlidə. Aha. İrəli yer zərfidir. Dadə də zaten ona qoşulmuş şəkilçidir. Deməli, dadənin zaten qrammatik və yaxud leksik şəkilçisi olmasına baxmayaraq, sözün kökü nədir? Yer zərfidir. Elə cavab irəlidə olacaq. Dünən isə zaman zərfidir. Deməli, burada cavabımız nə oldu? İrəlidə. Belə. Üçüncü sualımız belədir. Sual belədir. Vurğusu birinci hecaya düşmür. A.
qıpqırmızı, B. Sapsarı, C. Yamyaşıl, D. Sadə. Gəlin baxaq. Vurğusu birinci hecəyə düşmür deyir. Uşaqlar, biz bilirik ki, uzanma olduqda adətən Azərbaycan sözləri çıxmaq şərtindən bəzi Azərbaycan məsələn bəzən, lakin, yəni bu sözlər çıxmaq şərtindən uzanan dovğa, məsələn dovğa, bu sözlər çıxmaq şərtindən uzanan saitlə vurğu əsla eyni hecəyə düşmür. Yəni uzanan vurğulu heca, vurğulu sait, yəni uzanandan sonra gəlir. Gəlin baxaq. Qıpqırmızı. Biz bilirik ki, sifətin çoxaltma dərəcəsində həmişə vurğu 1-ə düşür. Yəni əgər o mürəkkəb formada yaranıbsa, yəni qıpqırmızı, sapsarı, yamyaşıl, qapqara, ağappaq, apaq, ağappaq, bunun tipli şey olduqda da, yəni daha çox bu tipli çoxaltma dərəcəsində olduqda. Deməli onda nədir? Qıpqırmızı vurğu 1-ə düşür. Sapsarı vurğu 1-ə düşür. Yamyaşıl vurğu 1-ə düşür. Amma sadə sözündə dedim. Sadə, sadə. A uzanır, vurğu 2-yə düşür. Bizdə də deyir elə vurğu 1-ə düşmür. Vurğu 1-ə düşməyən sadə sözüdür. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Sonda kanalımıza abunə olmağı və dəstək olmağı da unutmayın. Hələlik.